Bəli, indi evdən işə qədər olan yolu çəkəcəm. Hansı yollarla məktəbə gedib çıxıram. Başladıq. Təbii ki, bu yolla palçıqlıqla yox, otluqla gedirəm ki, maksimum dərəcədə ayağım, ayaqqabım az çəklənsin. Onsuz bir dənə götürmüşəm, məktəbdə dəyişirəm həmişə. Yəni yoxsa onu təmizlə bitməz. Deyəsən gün çıxacaq. Şaxta da hər tərəf ağappaq olub. Gəldik, çıxdıq yolun ən pis vəziyyətdə olan hissələrinin birindən. Mən halen dedim ki, Allaha xoş gəldin. Nəsə, ən salamatlı tərəfə keçməkdir. Buradan da biraz sürüşə gedəcəyik amma gedək neyini. Artıq məktəbə azalmağına, amma məcburam ki, belə palçıqlığın sinəyib gedim. İndi mən hardan keçim də, yəni nə oradan, nə buradan. Məcburam ki, buradan paltığa bataraq keçim. O məktəbdir. Artıq görünür nəhayət ki. Normalda yol budur, amma otluqla falan gedək ki, ayağımızın paltığı biraz təmizlənsin. Bəli, asfalt yola gəlib çıxa bildim. Ta oralardan gəlmişdim. Gəldim, çatdım məktəbə. Yola çıxana qədər biraz belə çətinlik yaşayıram. Hər dediyim kimi də yağışdan 2-3 gün keçib. Bu normal vəziyyətdir. Normalda, yəni yağış təzə yağanda yerlər daha bərbad vəziyyətdə olur. Keçilməz vəziyyətdə olur da. Hələ yağış suları biraz